vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bu günlərim gənc yazarımız Elmar bəyin təşəbbüsü ilə Gül şəhərdə şeir layihəsinin 3-cü tədbiri keçirilir. Layihənin rəhbərinə işlərində uğurlar arzulayırıq. Biz özümüzə mənəvi borc bildik ki, gərək bu layihəni çəkə işıqlandıraq. Tədbir haqqında tamaşaçılarımıza məlumat verirsiniz. Mən Qasımova Fədaya bu 100 şəhidə şeir layihəsinin həm aparıcısı, həm də təşkilatçılarının biriyəm. Layihəmiz haqqında çox geniş və ətraflı danışmaq olar. Bu layihənin məqsədi şəhidlərimizin adını yaşatmaq, şəhidlərimizin xatirəsini hər zaman kimi öz əlimizdən gələn qədər bizim də uca tutmağımızdır. Layihə hər hansısa bir maddiyyat, hər hansısa bir təmanla güdmədən şəhidlərimizin, şəhid ailələrinin, qazilərimizin yaralarına az da olsa təsəlli ola bilmək üçün yazılan şeirlərdir. Layihə haqqında bunu da əlavə edeyim ki, adı 100 şəhidə olmasına baxmayaraq, sadəcə burada 100 yox, sayısız hesabsız, hətta yüzlərlə şəhidimiz. Çünki bildiyimiz kimi ölkəmizdə sayısız hesabsız şəhidimiz var, biz ayrı seçkilik etmirik. Sadəcə layihəmizin adı 100 şəhidə şeir layihəsidir. Bu layihənin tərkibində biz şəhidlərimizin xatirəsinə həsr olunmuş, onların adına həsr olunmuş şeirlər yazırıq, bunları paylaşırıq. Belə. Bu layihə davam edəcək mi? Əlbəttə, bizim məqsədimiz bu layihəni davam etmək, hətta böyütməkdir. Yəni kifayət qədər böyüdək ki, həm gənc nəsilə, həm balaca uşaqlarımıza, yəni kifayət qədər örnək olmaq üçün əlimizdən gələni etməkdir. Təşəkkür edirəm, layihənizdə sağ olun. Çox sağ olun, mən sizə təşəkkür ederim. Yolunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah məqamlarını üzə eləsin. 13-cü tədbiridir, hekayələr bölməsinə keçirilmişik. Təbii ki, burada 14-ə yaxın şəhidimizə biz hekayə yazmışıq. Yəni şeirin davamıdır təbii ki, yəni adları var orada. Yəni kim məlumat atmışdırsa, onların təbii ki, yəni 50-dən çox şəhidli şeir yazmışam. Onları bir gündə biz onu deməyə vaxt satmaz təbii ki. Kimlər ki bizə o məlumatları göndərdilər, bizə çalışdığımız qədər çatdırdıq təbii ki. Və hekayələr əslində kitab kimidir, kitabdır. Yəni bu bir səhifəsi kitabdır, yəni jurnal, bildiyimiz necə jurnal çıxırsa, hekayələr də orada eyni qaydada yazılıb. Hətta biraz da daha səviyyəli yazılıb. Yəni jurnal
məqaləsi də deyil, əslində kitab məqaləsidir. Yəni çox incə işləmişəm. Və demək istərdim ki, bizim layihəmiz getdikcə öz həcmini artırır, böyüdür, əhali dairəsini genişləndirir. Biz çalışacağıq ki, bundan sonraki mərhələlərdə hansılar ki, şəhid valideynlərində iştirak edilməyib, onların da biz hekayələrini yazaq, təbii ki. Və digər yerlərdə, hansı ki, məkanlarda keçmək və orada şəhidlərimizin video, audio, saatlarını, həyat hekayələrini, yaşanan şəkillərini orada biz monitor vasitəsilə gələn izləyicilərimizə çatdıraq. Və istərdim ki, söhbəti çox uzatmadan hekayələrə keçək, çünki vaxt məhdudiyyəti var. Və ilk hekayələrə də deyim ki, burada olan hələ ki, şəhid olan hekayələrini səsləndirək. Gələnləri də inşallah ki, gələndən sonra səsləndirək. Söz verirəm, Fədər xan. Olmuş, anası Məlahət xanımın dilindən yazılmış hekayə. Bəzən hiss edirəm ki, ruhum bədənimdən ayrılıb bir anlıq göylərə, oğlu Elçinin ruhu ilə görüşməyə tələsir. Amma Tanrı hələ o fərmanı yazmayıb. Elçinsiz keçən hər bir anım birilə bərabər gəlir. İşə gedirəm. Tələbələrimlə başıma biraz qarışır. Onlar mənə çox əzizdir. Hər biri qəlbimdə öz yerini tapıb. Amma Elçinin yerini heç kim doldura bilmir. O ailəsinə çox bağlı idi. Mənə o qədər qayğı göstərirdi ki, gün ərzində dəfələrlə zəng edər, halımı soruşar, ana, özünü çox yorma, biraz istirahət elə, deyərdi. Onun o sözləri bugün də qulağımdadır. Sənə qurban olaraq, ana, nə yaxşı ki varsan. Mənim Elçindən başqa 2 övladım var. Amma Elçin məni başqa cür sevirdi. Namaz qılan, Allaha bağlı, qəlbi saf bir oğul idi. Heç ağlıma gəlməzdi ki, bir gün yollarımız ayrılar. Müharibədə igidliyi ilə seçildi. Yüksək döyüş hazırlığına görə medallar, mükafatlar aldı. O İmam Hüseyin aşığı idi. Hətta simaca da imama bənzədirdilər onu. Bir dəfə yuxumda gördüm ki, Elçin Kərbəladadır. Bəlkə də bu yuxu onun ruhən şəhidlər anası İmam Hüseynin yanında olacağına bir işarə idi. Axı şəhidlər cənnət ruzisi ilə müjdələniblər. Zaman gəldi. Elçin döyüşdən qayıdarkən şəhadətə ucaldı. Bəlkə də bu onun ən böyük arzusu idi. Tanrı onu öz dərgahına qəbul etdi. Elçin aramızdan cənnətə köçdü. Ruhu əbədi yaşar oldu. İndi Elçin adlı həsrət günbəgün içimi parçalayır. Bəzən yuxuma gəlir. Ona deyirəm, məni də apar, məni də apar. Elçin, səni tapım, sənə qovuşum. Artıq həsrətinə dözə bilmirəm. Sonra bir anda yuxudan ayılıram. Görürəm səhər açılıb. Günəşin işığı pəncərədən içəri yürür. Sanki mənə baxır. Tələsik qalxıb Elçinin otağına qaçıram. Deyirəm, bəlkə yuxu deyil, bəlkə Elçin evdədir. Otağın qapısını açan kimi xatirələr məni qarşılayır. Gözlərim dolur. Yaşlar yanağımdan süzülür. Üzümə həsrətin sükutu hopur. O an anlayıram sənin yoxluğunu. Bizə ki canımda can var, səni yaşadacaqam, mənim Elçinim. Oğluma sübh açmışam, Fədər xan səsləndirir. İnsan tikir, düzəldir ki, övladı əziyyət çəkməsin. Böyüyəndə evsiz qalmasın, kirayelərdə sürünməsin. Valideynlər bu məsuliyyəti ürəklərində daşıyır, zamanın mədəniyyətinə uyğunlaşmağa çalışırlar. Belə valideynlərdən biri də mən idim. Oğlum ana üçün hər şeyin ən yaxşısını edirdi. Edirdim ki, yaşıdlarından geri qalmasın.
1992-ci il avqustun 15-də anar dünyaya gəldi. Mən və həyat yoldaşım bütün arzularımızı onun üzərində qurmuşduq. Bəli, bir qız övladımız da vardı. Amma oğul övladı özündə daha ağır məsuliyyətlər daşıyırdı. Anar bizim ümidimiz, anar bizim gələcəyimiz idi. Məktəbdə çox ağıllı və inisiativ idi. Müəllimləri həmişə onu təhliləyirdi. Anarın ən böyük arzusu ali məktəbə daxil olmaq idi. O bu arzusuna çatdı. Azərbaycan Dillər Universitetinə daxil oldu. Tələbəlik illərində bir çox mühüm idman oyunlarında tərcüməçi kimi iştirak etdi. Böyük təcrübə qazandı. Bu təcrübələr onun gələcək yolunu daha işıqlandırırdı. Universiteti bitdikdən sonra xidmətə yollandı. O dövrlərdə bacısı ailə qurmağa hazırlaşırdı. Bizim arzumuz o idi ki, anar da gəlib bacısının xeyir işində yaxından iştirak etsin. Amma tarih başqa cür yazılmışdı. O, xain bir əskər yoldaşının açdığı güllə nəticəsində gözlərini bu dünyaya əbədi yumdu. Anarın şəhadəti bacısının xeyir işinə qarışdı. 2015-ci il mart ayının 8-i idi. Bacısının toyu idi. Amma biz hələ anarın aramızda olmadığını bilmirdik. Axşama doğru xəbər eşitdik. Sanki yeri göyü başıma fırlandı. Bir tərəfdə qızımın toyu, digər tərəfdə oğlumun yası. Bu nə imtahandı? Bu nə imtahan idi Tanrı? Mən çox ağır sınaqdan keçirdim. Oğlumun səsini eşidə bilmədim. Onun təbrik xəbəri gözləyirdim. Amma ölüm xəbərini aldım. Anar bizi tək qoyub getdi. Qurulan arzular, xəyallar bir anda bitirdi. Artıq 11 ildir ki, kəşkilərlə yaşayıram. Oğlum gedəndən sonra qış aylarında üzərimə yorğanda örtmürəm. Deyirəm ki, balam torpağın altında üşüyür. Mən necə hissedim? O torpağın altında buza dönüb. Mən də onsuz içimdə donmuşam. Anamın sevdiyi yeməkləri pişirirəm. Bəzən süfrə açıram. Bəlkə anar gələcək. Süfrəyə bir ayrı boş qab da qoyuram. İnsanlar soruşur, niyə belə edirsən? Mən isə sakitcə cavab verirəm. Oğluma süfrə açmışam. Mənə qismət olmadı o sevincin uzun yaşamaq. Ömrü qısa oldu. Mən də anamın süfrə açmaqla təsəllimi tapıram. Gəlməyəcəyini bilə-bilə həm də. Deyirlər ki, Tanrı yaxşı bəndələrini yanına tez aparır. Anar da Tanrının sevdiyi bəndələrindən idi. Mən isə oğluma qovuşacağım o günü gözləyirəm. Həsrət məni gün-bə-gün əridir. Allah heç bir anaya oğul dağı qismət eləməsin, heç kimi övladı ilə sınağa çəkməsin. Tək böyüklüyüm, ikidim əlim. Mən əlini tək böyüdüm. 1986-cı ildə Bakının Qırıyadı rayonunda Məmmədəmin Razıldari qəsəbəsində Çingiz Yıldırım küçəsində dünyaya göz açdı. Hələ 2 yaşı olanda atası balağa dünyasını dəyişdi. O gündən həm ana oldu, həm ata. Gecə gündüz dənizlik edib balamı böyütdüm. Sənin idi. Amma əlinin bir gülüşü bütün yorğunluğunu unuttururdu. Əli sakit, düşüncəli uşaq idi. Məktəbdə oxuyarkən tez-tez bir cümləni təkrar edirdi. Vətən məni yetişdirdi, bu yollara yolladı. O sözlərin mənası o vaxt tam anlamırdım. Amma indi bilirəm ki,
o taleyin yolunu çox erkən seçmişdi. Uşaqlıqdan Xocalı hadisələrinə baxar, o görüntülərdən çox təəssüflənərdi. Tez-tez susub düşünürdü. Bəzən gözləri dolardı. O günlərdən sonra hərbiçi olmaq istədiyini dedi. Orta məktəbi bitirən kimi Cəmşid Naxçıvanski adına hərbi listəyə daxil oldu. Mən onun bu qərarına həm qürurla baxırdım, həm də ana ürəyimdə gizli bir qorxu vardı. Listeyi bitirdikdən sonra Heydər Əliyev adına hərbi akademiyanın məzunu oldu. Təhsilini başa vurduqdan sonra könüllü şəkildə Füzuliyə, Cənubi dövlətinə təyin olundu. Mənə çox az danışırdı, böyük şeylər, qızıl sözləri. Sadəcə deyirdi, anam, mən yaxşıyam, sən özünü qoru. Sonradan zabit yoldaşlarından eşitdim ki, Füzulidə 2 kəndin azad olunmasında birbaşa iştirak edib. Murovdağda, Gəncədə, Bərdədə, Beyləqanda, Ağcabədidə döyüşüb. Amma o bunların heç birini mənə deməmişdi. İndi anlayıram. Məni qorumaq istəyirmiş. Mən həmişə deyərdi, anam, sən məni tək böyütmüsən. Mən də səni heç vaxtı unutturmayacağam. O sözün arkasında duran övlad idi. Təkdə döyüşdə yox, həyatda da mərd, ağıllı, tərbiyəli bir insan idi. Əskərləri onun şəhidliyindən sonra evimizə gəlib danışırdılar. Deyirlər ki, əli zabit kimi yox, qardaş kimi yanaşırdı. Onunla xidmət edən hər kəs ona hörmət edirdi. Əskərlər arasında böyük nüfuz sahibi idi. Hər kəs onun sözünü dinləyirdi. Məhəllədə uşaqlar, qonşular, dostlar hamı əlini sevirdi. Onun adı çəkiləndə insanların üzündə hörmət hissi yaranırdı. Əlinin yoxluğu təkcə bizim ailəyə yox, bütün dostlarına, onu tanıyan hər kəsə ağır təsir etdi. O gedəndən sonra sanki məhəllənin səsi də dəyişdi. Evimizin qapısı açıq qaldı, amma içəridə bir sükut yarandı. Bugün mən tək böyüdüyüm oğlumla fəxr edirəm. O təkcə mənim balam deyil, o bu vətənin igid oğludur. Mən onu göz yaşları ilə yox, qürurla hatırlayıram. Çünki o seçdiyi yoldan dönmədi. Əli indi yanımda deyil, amma onun xatirəsi hər gün mənimlə danışır. Mənim dərzi masamın üstündə onun şəkli var. Hər tikiş vuranda sanki onun səsini eşidirəm. Mənə deyir ki, ana, güclü ol. Xatirəsindən olmuş, anasının gözündən geçər. Yad olmuşam, qəbirdən mən. Qadan qalmadım. Bitirmək ağır histir. İnsan bəzən çox itkilərə sinə gəlir. Dözür, zamanla yarasına mələk tapır. Amma övlad etkisi başqa dərddir. Gülüşümüzün arxasında belə bir hüzün, bir kədər yatır. Mənim gülüşüm də çoxdan susub. Çünki Barat mənim ömrüm idi. O gedişiyle ömrümdən ömür aldı. Barat şəhid olandan sonra sanki mən də ölmüşəm. İndi sadəcə ölü kimi yaşayıram. Mən heç kim Barat kimi anlamırdı. O mənim söz demədən dərdimi anlayan oğluydu. Nə hər yerdə. Oğlum, qapı səsi eşidəndə ürəyim titrəyir. Sanki gələcəksən deyə gözləyirəm. Hələ də bir ömür sınavım sönməyib. Qapı səsi eşidəndə ürəyim titrəyir. Sanki gələcəksən deyə gözləyirəm. Hələ də ümid sınavım sönməyib. Bəlkə bugün gələr, bəlkə sabah qapını döyər deyə özümü aldadıram. Mənim Baratım ölməyib. O sağdır. O sağdır. Ruh yaşayır. Sadəcə cismi aramızdan ayrılıb. Hər dəfə qəbrinə gedəndə dayanıb baş daşına baxıram. Sanki sənin gözlərin mənə baxır.
qoydu. Sonra özüm özümə cavab verirəm. Sən vətəni canından belə əziz tutdun. Deyirlər, ölən varsa oğlunda vətəndir. Bəli. Bəli, bu torpaq neçə oğlun qanı ilə yoğruldu. O itlərdən biri də mənim baratım idi. Demək, qismətim beləymiş. Biz nə arzular qurmuşduq, nə xəyallar, hamısı sənin gedişinlə uçub dağıldı oğul. Evimizin ocağı səninlə yanırdı. İndi isə o istəyib buz olub. Divarlar da susur, otaqlar da səssizdir. Yemək yerində belə səni düşünürəm mən. Öz-özümə deyirəm. Görəsən Barat qəbirdə necədir? Üşüyürmü? Mən bəzən üstümü yorğanla örtmürəm. Düşünürəm ki, mən isti qalım, sən isə torpağın altında üşüyəsən. Bu necə ədalətdir? Kaş mən öləydim. Kaş sən məni çiynində aparardın. Bəlkə o zaman Tanrı səni məndən almazdı. Barat haqqında o qədər söz yaza bilərəm ki, hər yazdığı bir kitab olar. O təkcə mənim oğlum deyildi. Mərd, səxavətli, ürəyi böyük bir insan idi. Qonşuların dərdinə çatan, dostuna dayaq olan, böyüyə hörmət, kiçiyə mərhəmət göstərən bir oğluydu. Mən istəyirəm ki, cəmiyyət onu tanısın, yaşatsın, qəhrəmanlarını unutmasın. Biz bu gün isti evlərdə yaşayırıqsa, onlar isə soyuq məzarlarda uyuyur. Bəzən gecələr səni yuxumda görürəm. Yuxuda gəlirsən, gülümsəyirsən. Ana, mən buradayım deyirsən. Mən o yuxudan ayrılmaq istəmirəm. Çünki ayılan kimi niyə yoxluğumla özünüzə qaldım. Sən niyə bu qədər uzaq oldun mənə? Niyə ananın dərdlərinin altında qoydun? Amma sonra düşünürəm. Sən ucaldın oğlum. Şəhidlik zirvəsinə qalxdın. Sənin adın artıq təkcə mənim deyil, vətənin adıdır. Mən ağlasam da qürurluyam. Çünki mən şəhid anasıyam. Olmuş. Kitabdan anasının günündən olan hikayəni səsləndirir. Tanrının şəhid qoyma kitabından. Artıq 26 gündür ki, Elmanı gözləyirəm. Qulağım isə qapının zəngində ilişib qalır. Mənim 2 övladım var. Bir qız, bir oğlan. Hərdən qızım Məleykə bizə gələndə qardaşın otağına daxil olur. Onunla danışır. Yarım qalan xatirələrini tamamlamağa çalışır. Zamanı 26 il geriyə qaytarmaq istəyir. Amma zamanı Tanrıdan başqa heç kim geri qaytara bilməz. Tanrıdan başqa heç kəs mübarizə apara bilməz. Qızım ailəlidir. Tez-tez mənə baş çəkir. Halımı soruşur. Nəvələrim gəlir. Ay nənə, nə lazımdır? Deyə sual verir. Bizim sənin üçün edə biləcəyimiz bir şey varmı? Deyirlər. Mən onların hamısından razıyam. Amma heç biri Elmanımı əvəz etmir. Mən onun qoxusunu ala bilmirəm. Bəlkə də İslam'a gəlməsəydim, namaz qılmasaydım, qəlbim Allaha bağlı olmasaydı, mən indi yaşamırdım. Şükürlər olsun Allahın varlığına ki, mənə səbir, dözüm verdi. Sanki mənə fısıldadı, oğlunu sən yaşadacaqsın. Oğlu yanında olsun. Elmanın cəmi 12 yaşı vardı, amma Quran-ı Kərimi əzbər bilirdi, yəni hafiz idi. Demək olar ki, gün kitablarının sayını artırırdı. Müxtəlif dillərdə kitablar alıb oxuyurdu. Hətta onları yaxın ətrafına da verirdi ki, onlar da oxusun.
bu kitabı oxumağın mədəniyyət olduğunu aşılayırdı. Qonşuda da nə iş olsa birinci Elman gedərdi köməyə. Bizə taktonu məcbur etmirdi getməyinə, qadağa qoymurdu. Yəni qadağalarla yaşamırdı Elman. Ümumiyyətlə, mən övladlarımı qadağalarla böyütməmişəm. Elman yaşından əvvəl böyümüşdü, uzaq görənliyi vardı. Qohumlara gedəndə uşaqların dərslərinə köməklik edərdi. Az yaşlıları elmə təhsilə yönələrdi. Bu çox gözəl tərbiyə metodu idi. Çünki əgər kimsə uşaqları maarifləndirməkdə məşğuldursa, deməli o insan müəllimə bərabərdir. Elman da o cür insanlardan idi. Mən oğlumun xarakteristikasını söyləyirəm. Gerçəkliyə, xəyalları qaçışdırmıram. Onsuz da Elman öz xidmətləri ilə tarix yazıb. Mən də o tarixi yazan İgidin anası kimi deyirəm ki, Elmanı unudulmasın, gənclik onu tanısın və tanıtsın. Beləcə mən də qəlbimdəki həsrəti az da olsa dindirmiş olaram. Mən yaşlandıqca diqqə, qayğı axtarıram. Hələ ki əlim, ayağım tutur. Amma birazdan mənə kim baxacaq? Qızım var, onun da ailəsi, övladları. Mən ondan tələb edə bilmərəm ki, işini gücünü buraxıb, daima mənim yanımda ol. Amma Elman sağ olsaydı, mən heç vaxtı tək qalmazdım. Təklik adlı hissi yaşamazdım. Bəzən ağlayanda göz yaşlarımı gizlədirəm. Gizlədirəm ki, birdən Elmanım gəlir, məni gözü yaşlı görər. Yola ümidsiz çıxmışam. Yola ümidsiz çıxmamışam, xəyallarımı yıxmamışam. Yerini belə yığmamışam. Elmanım evə gələr deyə, o məni qəmli görərdi. O məni qəmli görərdi. Xatirəsinə həsr olunmuş şeir, hekayə bu aslında. Aslında bu şeirin adı mənim şəhidək bastım. Anasının dilindən də hekayəsi yazmış. Vətən deyib döyüşə atılan Döyüşə atılan igidlərimizdən biri də mənim oğlumdur. Mənim oğlum Orxan. Onun gedişi qəlbimə sağalmaz yaralar açdı. Elə yaralar ki, zaman keçsə də sağalmır. Hər gün yenidən qanayır. Hər səhər pəncərənin önünə keçirəm. Sanki yolunu gözləyirəm. Küçədən gələn hər bir səsdə ürəyim titrəyir. Bəzən elə bilirəm ki, Orxanın addım səsləridir. Onun səsidir. Tələsik pəncərəyə qaçıram. Amma baxanda görürəm ki, başqasıdır. O an dünya yenidən başıma açır. Dərdlərim sanki yenidən başlayır. Yenidən yaşayır o ağrıda. Səssiz küçələrlə addımlayıb, səssizdə şəhidlər xiyabanına gedirəm. Orxanımla danışmaq üçün. Qarşısında dayanıram. Qaşdan olan şəkli mənə baxır. Sanki nəsə demək istəyir. Amma danışa bilmir. Məni salamlayıb sarıla bilmir. Mən isə əllərimi uzadıram. Amma yalnız soyuq daş toxunur əllərimə. Bəzən düşünürəm, torpağın altında üşüyürmü görəsən? Üstünü örtüb bilmirəm. Sadəcə göz yaşlarım torpağın ısladır. Kaş bircə dəfə onu görmək şansım olardı. Bəlkə onda bu qədər qırılmazdı qəlbim. Bəlkə övlad acısı məni bu qədər parçalamazdı. Dünən bizi salamlayan oğlu bugün xatirələrdə yaşayır. İndi onunla şəkillərilə danışır, məzarının yanında oturub səsini xatırlayıram. Bəzən elə bilirəm yanımdadır, amma yenə sükut olur zamanım. Orxanın ən böyük arzusu elə şəhid olmaq idi. Düşməndən qisas almaq, vətən torpağını qorumaq istəyirdi. Döyüş yoldaşlarına deyərdi, əgər mənə nəsə olsa, məni şəhid tək bastırın. Məni vətən bayrağına salın. Elə də oldu. Mənim Orxanım şəhid oldu. Xalq onu qəhrəman kimi çiyinlərində daşıdı. Vətən bayrağına sarılıb torpağa tapşırıldı. Bil ki oğlum, sənin qəhrəmanlığın heç vaxt unudulmayacaq. Sən təkcə mənim deyil, vətənin oğlusan. Rahat uyu şəhidim, rahat uyu.
şamlarını öz əlləri ilə yandırardı. Mənim Elmanım, mənim qəhrəman oğlum. 1993-cü ilin soyuq bir dekabr səhərində Bakıda dünyaya göz açdı. Hələ körpə ikən baxışlarında qəribə bir ziddiyyət vardı. Sanki taleyi əvvəlcədən yazılmış bir övlad idi. Böyüdükcə anlayırdım ki, bu uşaq adi həyat üçün yox, böyük bir amal üçün doğulub. Orta məktəbi bitirəndə dedi, ana, mən hərbidə olacağam. Səsini elə qətiyyətlə dedi ki, etiraz edə bilmədim. 2009-cu ildə Cəmşid Naxçıvan qadına hərbi liseyə daxil oldu. O gündən həyatımızın yolu dəyişdi. Oğlum artıq yalnız mənim yox, vətənin də övladı idi. Sonralar Naxçıvana təyinat aldı. Baş leytenant rütbəsində xidmət edirdi. Hər zəmində bir cümlə deyildi. Ana, narahat olma, mən yaxşıyam. Amma ana qəlbi hər şeyi hiss edirdi. Bilirdim ki, o özünü böyük bir günə hazırlayır. İkinci Vətən müharibəsi başlayanda isə sonradan öyrəndim ki, döyüşlərə getdiyini məndən gizlədibmiş. Mənə deməyin ki, mən narahat olmayayım. O xüsusi təyinatlı qüvvələrin tərkibində döyüşlərə qatılıb. Cəbrayılın, Füzulinin, Zəngilanın, Xodabəndin azadlığı uğrunda vuruşur. Qeyd olunan ərazilərə ilk daxil olan illərdən biri olur. Döyüş yoldaşları deyildi ki, düşməni ağır zərbələr vurur, geri çəkilməyə heç ağılına belə gəlmirdi. Yəni, ancaq döyüşlərdə irəli edirdi. Onun hər yaxın dostları, ən yaxın dostlarından biri Qadir Musayev mənə dedi. Validə ana, Elmanın ən böyük arzusu işğal altında torpaqları azad etmək idi. O arzusuna çatdı. Bu sözləri eşitəndə həm qürur duydum, həm də ürəyim parçalandı. Həyat yoldaşı danışırdı ki, şəhid olmamışdan bir neçə gün əvvəl göstərdiyi şücaətə görə Elmana vaxtında əvvəl kapitan rütbəsi verilmişdi. O xəbəri eşitəndə qəlbimdə bir anın sevinci oyandı. Amma bilmirdim ki, bu sevinç bir aylığın astanasındadır. 8 noyabr, Qaragül, Xocaland rayonunun adsız yüksəkliklərini bir-birindən azad edərkən də orada. Döyüşdə düşmənin snayper gülləsi oğlunun başına tuş gəldi. Komandiri onu qucağında saxlayarkən Elman gözlərini əbədi yumdu. O an mənim dünyamda sustu. Elman ikinci təhdid yamanında torpağa daşıdıldı. Amma bilirdim ki, torpağa yox, tarixə yazılır. Mənim qəhrəman oğlum, mənim şəhid oğlum vətəni hər şeydən üstün tutdu və canını da bu torpaq üçün fəda etdi. İndi onun yadigarı balaca Asena bizə əmanətdir. Hər dəfə ona baxanda Elmanın baxışlarını görürəm. Sanki o atasının davam edən nəfəsidir. Elman yaşasaydı hər il dekabrın 17-sində ad gününü birlikdə qeyd edərdik. Amma indi mən onu o günü başqa bir qarşılayıram. Bir ana kimi göz yaşımla, bir vətən anası kimi isə görürlər. Mənim oğlum yalnız mənim deyil, bu xalqın qəhrəmanıdır. Mənim sizdən bir istəyim var. Elmanı unutmayın. Onun adını yaşadın. Çünki o öz ömrünü sizin sabahınız üçün vermişdir. Dağın başında saxlanmak gedir. Vətən torpağı bəzən tutur. Amma o sükutun içində minlərlə addım səsi, minlərlə ürəyi döyünmüsü gizlənir. Hər bir şəhid hekayəsi, bir ailənin ömrü, bir ananın göz yaşı, bir bacının xatirəsi, bir körpənin taleyi deməkdir. Zakir Qasımovun həyatı da belə bir hekayə idi. Sadə, səmimi, lakin böyük bir mənəvi zirvəyə aparan yol. Zakir Füzuli rayonunun Horadiz şəhərindən idi. O vətəni qorumağa sadəcə bir borc yox, mənəvi məsuliyyət hesab edirdi. Hərbi xidməti vəzifəsini icra edərkən Tərtərin Borçlunlu kəndində şəhidlik zirvəsinə ucaldı. Amma onun şəhidlik yolu təkcə döyüş meydanında başlamamışdı. O yol ailəsinin içindən, xatirələrdə, sevinç və göz yaşından yetişdi. Fevralın 12-si idi. Zakir mədəniyyətə gəlmişdi. Anasının doğum gününü təbrik etmək üçün.
O gün evdəki sevinç söz ifadə olunmazdı. Sanki evin divarları belə nəfəs alırdı. Ana gülümsəyir, bazı qardaşlar onun boyunca uzaqlayırdı. Hər kəs hiss edirdi ki, bu görüş adi görüş deyil. Amma heç kim bu hissin səbəbini anlaya bilmirdi. Bir gün günorta vaxtı Zakir evdən çıxdı. Saatlar getdi, qayıtmadı. Ailə narahat oldu. Qaranlıq düşəndə o geri döndü. Ana soruşdu. Bala, bu vaxtdan haradaydın? Zakir saçsız dedi. Dağın başında. Onların məzarları dağın başında yerləşirdi. Ana soruşdu. Bu soyuqda orada nə gəzirdi? Zakir cavab verdi. Bütün doğmaları və bütün şəhidlərin məzarını ziyarət etdim. Sağollaşdım. Dedim, mən də yanınıza gəlirəm. Mənə yer saxlayın. Bu sözləri evin içində ağır sükut yaratdı. Anam da ağladı. Niyə belə danışırsan, dedilər. Amma Zakirin baxışlarında qəribə bir narahatlıq vardı. Sanki o artıq taleyini qəbul etmişdi. Fevralın 18-də ailəyə yeni bir sevinç gəldi. Körpə qızı dünyaya gəldi. Bacısının qızından oldu. Zakir o qədər sevindi ki, bu uşaqlarını çox sevirdi. Adını da özü qoydu, Ayşə. Ana soruşdu. Balam, qızımız gözəldirmi? Zakir gülümsədi və dedi. Mən bir neçə ay sonra gələcəyəm. Qoy biraz böyüsün. Onda gətirərsiniz, baxaram. Deyərəm gözəldir, yoxsa yox. Bu cümlə sanki zamanın içində dondu. Çünki o görüş heç vaxtı baş tutmadı. Xidmətdə qayıtmaq vaxtı çatdı. Gecə qatarı ilə saatli yola düşdü. Qohumları ilə görüşmək, halallaşmaq üçün evdən çıxanda işıqlar söndü. Sanki talih də o an ağırlığını hiss etdi. Uzaqlaşıb vidalaşdılar. Qapı bağlanana kimi anam ağlamağa başladı. Evimin işığı söndü dedi. Mayın 18-də isə evə şəhid xəbəri və cənazəsi gəldi. O an ailənin dünyası dəyişdi. Ev sustu, zaman dayandı. Amma Zakirin adı xatirələrdə, dualarda, qəlblərdə yaşamağa başladı. Oxmar xanımın ayrılıq mahnısını çox sevirdi. Bəlkə də o mahnı onun ruhunun səsiydi. Ayrılığın, lakin əbədi birliyin səsi. Çünki şəhidlər ayrılmaz. Onlar sadəcə başqa bir varlıq halına keçərlər. Onlar torpaqla, bayraqla, tarixlə birləşərlər. Bəli. Nəsr olunmuş bir gün hekayəsi. Mən inanıram ki, bir gün evimə qovuşacağam. İndi yollarımızı Tanrı ayırıb. Lakin yenə qovuşduracaq. David 2024-cü ilin fevral ayının 29-da Xaçmazın Xudad şəhərində anadan olub. Uşaq yaşlarından idmana böyük həvəs vardı. Bir neçə idman növü ilə məşğul oldu. Lakin Davidin yeteneği tək idmanla bitmirdi. O musiqinin dili ilə danışmağı bacarırdı. 7 il fortepianla məktəbinə gedib diplom aldı. Musiqi zövqü, qəlbin əsarıdır. Təbii ki, gözəl musiqi. David piyanla dillərindən toxunarkən qəlbin ən incə simlərinə toxunurdu. Bəlkə də gələcəyin ən görüşməli bəstəkarlarından biri olardı. Təbii ki, musiqi sahəsində çalışsaydı, bizim tanınmış bəstəkarlarımızdan biri olardı David. Amma David məhz tarix yazacaqdı. Tarixlər 2023-cü ilin sentyabrın 19-unu göstərirdi. David və əsgər yoldaşları düşmənin antiterror əməliyyatlarının qarşısını kəsirdi. 19-dan 20-sinə, yəni 24 saat davam edən döyüşlərdə zabit gizir heyəti və əsgərləri düşmənə layiqincə adekvat cavab verdi. Düşmən geri çəkilməyə məcbur oldu. Azərbaycan ordusunun gücünü gördü. David də o gün qəhrəmanlıqları ilə yaddaşlarda qaldı. Xain düşmənin atdığı mərmilərdən biri Davidin düz yaxınlığına düşdü. Aldığı mərmi yaralarından qan itirərək
şəhadətə ucaldı. Hətta şəhadətə ucalana kimi təbəssüm üzündə idi. Vətən uğrunda şəhid oldu mənim balam. Əgər Tanrı istəsəydi idmançı olardı, bəstəkar olardı David. Amma Tanrı Davidin daha da zirvəyə layiq gördü, şəhidlik zirvəsinə. Bu zirvədən yüksək zirvə yoxdur, nə deyə bilərəm? Danışanda boğazdan qəhər tutur, çoxlu xatirələrimiz qaldı. Kaş ki, o günlər yenidən qayda biləydik. Kaş Davidin sağ olaydı. Davidin yoxluğu yaralarımı hər gün qanadır. Unuda bilmirəm, yoxluğuna alışa bilmirəm. Davidin bir arzusu vardı, uşaqcan. Beni təhlükəsizlik naziri idi. Sənətkarlarla mübarizə arasında çalışmaq və ən çox istəyi də buydu. Təbii ki, arzular yarım qaldı. David arzusuna yetə bilmədi. Amma şəhidləri cərgəsinə qatıldı və yeri əbədi səmrətdə oldu. Her bir çaresinde dünyaya gelmiştim. Evde her zaman intizam, mesuliyet ve vatan sevgisi ön planda tutulardı. Anasım, ailenin dayağı, merhamet ve sabır numunesiydi. Ailemizde 3 oğul evladılarıydı. Ruslan evimizin en büyük oğluydu. Büyük kardeş olmak onun üçün sadece ad değildi, məsuliyyət idi. Uşaqlı günləri Xocalı'nın təmiz havası, dağlarının sükutu ilə eyni zamanda bölgəlerde artan gərginliklərlə keçdi. Ruslan kiçik yaşlarından atasının hər bir deyimlərinə heyranlıqla baxar. Güzlük qarşısında özünü zabit kimi təsəvvür edərdi. O bilirdi ki, bir gün atasının yolunu davam ettirecek. Məktəbdə çalışkan, sakit bir lider ruhuydu. Müəllimləri onun qətiyyətini və ədalət hissini xüsusi qeyd edirdilər. Kiçik qardaşlarına həm qardaş, həm də ata kimi dayaq olurdu. Həyat ona erkən yaşlarında möhkəm olmağı öyrətmişdi. Ölkəmizdə baş verən hadisələr, Qarabağ uğrunda mübarizə Ruslanın xarakterini daha da bərkidirdi. O hərb yolunu seçəndə artıq qərarı qəti idi. Bu sadəcə peşə deyildi, vətən qarşısında bir borc idi. Ali məktəbə beləcə də daxil oldu. Mənim oğlum akademiyanı qurtarmışdı. Təlimlər, çətin günlər ağır idi. Amma Ruslan heç vaxt geri çəkilmirdi. O həm fiziki güclü, həm də strateji düşüncə qabiliyyəti ilə başqalarından seçilirdi. Yoldaşları ona güvənirdi. Komandirləri isə ona gələcəyin böyük bir zabitini görürdülər. Xidmət illəri asan keçmədi. Müxtəlif bölgələrdə xidmət etdi. Çətin tapşırıqlarda iştirak etdi. Onun üçün ən önəmli şey tabeliyində olan əskərlərin təhlükəsizliyi idi. O, əskərlərinə yalnız əmr vermirdi. Onların qayğısına qalır, problemlərini diləyirdi. Buna görə də hamı ona həm komandir, həm də ağsaqqal kimi qəbul edirdi. İllər keçdi. Ruslan mayor rütbəsinə qədər yüksəldi. Bu rütbə onun zəhmətinin, sədaqətinin və xidmətinin nəticəsi idi. O hər zaman deyirdi, zabit olmaq ulduzlaşmaq deyil, məsuliyyət daşmaqdır. Təqaüdə çıxanda belə hərbiçi ruhu
dəyişmədi. O yenə də intizamlı, prinsipal və vətənə bağlı qaldı. Gənclərlə görüşlər keçirir, onlara vətənpərvərlik, şərəf və ləyaqət haqqında danışırdı. Qardaşları onunla fəxr edirdilər. Mən isə onu evimin dayanı sanırdım. Ruslan üçün həyatın ən böyük qazancı rütbə yox, arxasında qoyduğu iz idi. Onun həyatı bir dərs idi. Vətən sevgisi ilə böyüyən Ruslanın yolu çətin olsa da şərəfli oldu. Təbərbə qədər yazdım. Arxası müharibədə, orada başlayaraq müharibə nətər İnşallah bundan sonra mən sizi layihə dəvət edirdim. Seçənlər bircə yazdım. Sağ olun, teşekkürler. Şurada bir şehit balkonumuz çəkildik, təbii ki, Müşahid Utanın. Sadəcə onun səhvində yanlışlarına bağlı bu qərarı qat edir. Ona görə üzürlü olur, onun hekayətini səsləndirdik. Amma adamlar üzürsüzdür. Ona görə bunu səsləndirdik. Hamımız yaxşı bilirik. Atadan sonra benim qardaşım Tağı da elə qardaşlardan idi. Bizimlə çox mehriban davranardı. Məni ömrü görəndə sakitcə yaxınlaşıb könlümü almağa çalışardı. Nə olub bacı? Kim mənim gözəl bacımın xətrinə deyib? De gedib hesab sorun. Tağı biraz fərqliydi. Onun qəlbi daha çox vətənpərvərliklə döyünürdü. Dostları ilə bir araya gələndə tez-tez deyərdi. Zaman gələcək. Zaman gələcək, siz mənimlə fəxr edəcəksiniz. Adımı televiziyada eşidəcəksiniz. O müzikitliyinə inanırdı. Böyüdü, məktəbi bitirdi. Artıq yeniyetmə idi. Vətəni qorumağa hazır idi. Sadəcə çağırış gözləyirdi. Vətənə borcunu yerinə yetirmək istəyirdi. O dövrlərdə erməni vandalizmi hökm sürürdü. Əlyalan insanlara divan tutulurdu. Nə qadın, nə körpə heç kim gözlərinə görünmürdü. Mənim qardaşım da müharibəyə getdi. Tez-tez danışa bilməsək də arada səsini eşidirdim. Deyirdi, mən düşmənin kökünü kəsəcəyim. Şəhid qardaşlarımın qisasını alacağım. Onların bir damla qanı belə yerdə qalmayacaq. Tağı qorxmadı. Əksinə, günbəgin içindəki qisası artırdı. Döyüş yoldaşları ilə birlikdə düşmənə layiqli müqavimət göstərdilər. Təqvimlər 10 iyul 1992-ci ili göstərirdi. Tağı döyüş tapşırığını yerinə yetirərkən itkin düşdü. Bu xəbər ailəmizi dərindən sarsıtdı. Amma eyni zamanda onunla fəxr edirdik. Deyirdik ki, nə yaxşı bizim Tağı kimi qəhrəman oğullarımız var. Qəlbi vətən eşqi ilə döyünən. O gündən bu günə qədər mən qardaşımın yolunu gözləyirəm. İçimdə öz-özümə pıçıldayıram. Mən bilirəm, gələcəksən. Mən bilirəm, gələcəksən. Yenə soruşacaqsan. Kim mənim bacımın qədrinə deyib? Bilirsənmi? Bilirsənmi Tağı, sən gedəndən bacın nələr çəkdi? Nələrə dözdü? Kaş yanımda olardı. Mənə tək qoyulmazdı. Donmuş əllərimi nəfəsimlə silərdim. Sənə deyiləsə o qədər sözüm qalıb ki, hər gün bir səhifə kimi açılır dərdlərim. Həsrətimin yükünü daşıyır. Amma ümidimi itirmirəm. Çünki mən bilirəm, bir gün gələcəksən. Sənin adınla yaşadığım bu həsrət bir gün qovuşmanın işığına çevriləcək. Şəhid Ömər Eyvana
hepiniz hoş geldiniz. Hikayenin adı Tanrı'nın şehit olmaları. Şehit Əliyev Elman Arifoğlu'nun xatirəsinə ithaf olunur. Anası Sənibar ananın dilindən müəllif Elmar Sahib. Kaş illəri geri qaytarardı. Kaş oğlum Elman yanında olardı. Artıq 27 ildir ki, oğlumun üzünə həsrətən. Təqvimlər 1979-cu ili göstərirdi. Bizim ailəmizin çırağı yenidən yanmağa başladı. Bir oğul övladımız dünyaya gəlmişdi. Arif bəy ilə sevincimizin həddi, hüdudu yox idi. Deyərdik, nə yaxşı Tanrı bizə övlad qismət etdi. Elman bizim ümidimiz, sevincimiz, evimizin nuru idi. Elman uşaqlığından çox mehriban uşaq idi. Sanki yaşından əvvəl böyümüşdü. Tez-tez qohum evlərinə gedər. Hamıyla sağ əhval tutar. Könüllər avardı. Elman oğlumdur deyə demirəm. O uşaq yaşlarından hər kəsin sevgilisinə çevrilmişdi. Qəlbi Allah eşqi ilə döyünürdü. İslam dilini uşaq yaşlarında mənimsəmişdi. Cəmi 12 yaş olanda artıq hafiz idi. Quran-ı Kərimi əzbər bilirdi. Müqəddəs kitabımızla yanaşı, bədii kitablar da oxuyardı. Elmanın ən böyük arzusu hüquqşünas olmaq idi. Məktəbi əla qiymətlərlə oxuyardı. 1988-ci, 1993-cü illərin hadisələrdə azyaşlı olmasına baxmayaraq, ürəyi vətən üçün döyünürdü. Sinif yoldaşlarına deyərdi, kaş yaşım biraz çox olaydı, düşmənin gücünü göstərərdi. Məktəbi bitirib, sənədləri ali məktəbə versə də qəbul ola bilmədi. Bu uğursuzluq onun qəlbinə dərin yaralar açdı. Özünü günahkar sayır, niyə qəbul ola bilmədim? Deyə içindən sınırdı. Mən ona təsəlli verdim. Bu il olmasın, gələn il olsun. Yoldaşım Arif bəy o vaxt Tataristanda işləyirdi. Elmanı yanına çağırdı ki, həm düşəsin, həm də təhsilini davam etdirsin. Elman atasının yanına getdi, özünə güc tapdı. Yenidən çalışdı və məqsədinə doğru irəlilədi. Əvvəldə dediyim kimi, Elman çox qohumcanlı idi. Aldığı maaşdan az təminatlı qohumlara bayramlıq göndərirdi. Bəzən mənim xəbərim olmadan o xeyirxahlığı səssizcə edərdi. O dövrlərdə evin tək oğlu hərbi xidmətə aparılmırdı. Lakin bir gün qərar dəyişdi. Evin tək oğlu da hərbi xidmətə getməli idi. Bu xəbəri eşidən kimi Elman Azərbaycana qayıtmaq qərarına gəldi. Mən və xalası ona dedik, gəlmə, təhsilini bitir, amma bizə dinləmədi, dedi. Mən qorxaq deyiləm. Əgər vətənin mənə ehtiyacı varsa, getməliyəm. Təhsil vətəndən üstün deyil, gəlib yenə davam etdirərəm. Mən heç vaxt qoymaram ki, siz mənə görə başa aşağı gələsiniz. Deməsinlər ki, Sənibar xanımın, Arif bəyin oğlu Elman qorxaqdır. Elman qərarında qəti idi. Hamı ilə görüşüb, hərbi xidmətə yola düşdü. Artıq mənə sadəcə oğlumun yolunu gözləmək qalırdı. Çünki mən artıq əskər anası idim. Qısa müddətdə Elman hər kəsin sevgisini qazanmışdı. Zabitlər də, əskərlər də ona qardaş kimi baxırdılar.
Hər şey qaydasında gedirdi. Amma bu xoşbəxtliyin sonunda məni əbədi Elmandan ayıracaq bir həqiqət var idi. 8 noyabr 1999-cu ildə Elman və döyüş yoldaşları tapşırığı yerinə yetirərkən şəhadətə ucaldı. Bəli, Elman Tanrı Azərbaycana gətirdi. Sonra ruhunu yenidən yanına apardı. Elman Tanrı'nın şəhid qonumu oldu. Sahibim bugün unutulmaz şəhidimiz Elman qardaşımızın əziz xatirəsinə əsir etdiyi Sənubər ananın dilindən duyğularını sətrə köçürdüyü şeiri səsləndirmək istəyirəm. Elman yuxuma gəlmişdi. Səssizdir bu ev, bu küçə, bizlərə yad olub necə. Ağ libasda gördüm gecə, Elman yuxuma gəlmişdi. O yuxuma qonaq idi, Tanrıdan bir sınaq idi. Biraz mənə uzaq idi, Elman yuxuma gəlmişdi. Dedi, ana, üzülməsən, gələrəm yuxuna hərdən. Çox darıxmayım deyəmən, Elman yuxuma gəlmişdi. Qəm yüklədim qəm ürəyə, gəlmədi bir kəs köməyə, tutub əlimdən öpməyə, Elman yuxuma gəlmişdi. Ağlamışam, həm dinmişəm, dərdi şəklinlə bölmüşəm, səhər ayılıb bilmişəm, Elman yuxuma gəlmişdi. Elman yuxuma gəlmişdi. Bir ana gördüm daş oturmuş, elini açmıştı göydə Allaha, ölüm diləyirdi ancaq özünə. Soruşdum yavaşca, kimsən ay ana? Çox hastaca dedi şəhid anası. Dənizi qırışıb rəngi solmuşdur, kimsəsizlikdən pərişan olmuşdur. Allah Allah, bəlkə də acından o yıxılmışdır. Qolundan tutaraq qaldırdım yerdən, qanlı yaş ağladı şəhid anası. Mənzərə qəlbimdə od vurdu yaman, hər tərəf olmuşdu qatı, sis, duman. Yavaşca söylədim gedək anacan, oğluna oxşatdı deyəsən məni, bərk-bərk qucaqladı şəhid anası. Gətirdim ananı boş evimizə, dedim xoş gəlmisən öz evimizə.